11 dekabr 2025-ci ildir və həftənin cümə axşamı gündə dəyərli izləyicilər, bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Azərbaycanda generalın oğlu həbs edilib. Uzun illər xüsusi dövlət mühafizə xidməti rəisinin müavini olmuş general leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubov həbs edilib və Günün Səsi info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən həbs olunub. Bildirilib ki, Fərid Usubov Dövlət Gömrük Komitəsinin dəniz nəqliyyatı və enerji resursları Baş Gömrük İdarəsinin liman məntəqəsinin rəisi vəzifəsində çalışıb. Bu həbs kifayət qədər düşündürücüdür. Bu ərəfədə fövqəladə Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş şəxsin həbsi, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən həbs edilib. Bir daha xatırladıram, bu həbsin hara, necə, hansı formada izahatı da diqqəti cəlb edir. Gün ərzində də bu barədə sizinlə danışacağıq və bu istiqamətdə günün ən səs-küylü həbslərindən biri hesab olunur Azərbaycanda generalın oğlunun həbsi, dəyərli izləyicilər.